Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar. Növbəti doktorantura videomuzdan qarşınızdayım. Deməli, belə deyim sizə, bu dəfə readingdən video çəkdim və reading bilirsiniz ki 10 ballıqdır. 2 dənə fərqli reading olur. Biri çox seçimli suallardır, yəni dədə-baba qaydamızdan, necədir ABCD variantı. Biri isə yeni doktorantura ilə bir ortaya çıxan bir video. Bu da nədir? Yerinə qoyma. Mən buna puzzle mətni deyirəm. Yəni 5 dənə cümlədir, 5 dənə nöqtədir mətnin ortasında. 5 dənə cümləni götürüblər, qarışdırıblar. Bir də əlavə bir dənə cümlə qoyublar. Deyirlər ki, düzgün yerinə qoy. Bax, həmin bu mətnə aid bir test işləyəcək. Amma ilk testimiz olduğuna görə bu dəfə kənarda qalan bir cümlə olmayacaq. Hamısını yerinə qoyacaq. Elə isə indi baxaq, mətnimizi işləyək. Mənim izahımdan öncə ilk öncə ekranı dayandırın, siz eləyin, sonra da mənim izahımdan uyğunlaşdıraq. Görək neçədən düz yazdınız, elə mənə yazın, sonra rəylərə də qeyd eləyin. Hansı hissələrdə çətinliyiniz var, növbəti videolarda da onu izah edin. Elə isə buyurun. Deməli, bu mətnimizə başlayaq. Baxın, ilk öncə ekranın şəklini çəkin. Mətn bu qədərdir. Baxın, buradan bura qədər mətnimizdir. Və buradan o tərəfə isə suallardır. Ekranı bu cür formata çevirim ki, siz bu mətni daha rahat bütöv şəkildə ekran şəklini alasınız. Aldığınıza görə mən başlayıram. Deməli, mətnimizdə nələrdən danışırıq? Baxın, ilk öncə bu tip mətndə bilirsiniz ki, bizə 5 bal verir. Yəni, 10 readingin 5-i bu formatdadır. Yəni, yerinə qoyma puzzle formatında. Elə isə bunları düzgün yerinə qoymaq üçün mən sizə taktikanı öyrədim. İlk öncə mütləq birinci bütöv bir mətni anlayıb oxumalısınız. Yəni bütöv bir mətn oxunmalıdır. Tərcüməsini, yəni söhbət nədən gedir, gedişat nədən gedir, onu bilməlisiniz. Daha sonra isə variantları bir-bir tərcümə eləməlisiniz və üçüncü etap artıq yerinə qoymaqda cümlənin sağı soluna, baxın, məsələn 36-cı boşluq deyil, bu başlığın əvvəli və sonrasına, xüsusən də sonradan ilk cümləyə, ilk sözə fikir verməlisiniz. Bunları indi bir-bir gedəcəyik, amma ilk öncə siz videonu dayandırın və bu readingə baxın. Elə isə mən mətnin tərcüməsini verirəm. Çünki siz də belə təxminən tərcümə elədiyinizə görə əminəm ki, etdiniz, videomu dayandırdınız. Mən isə tərcüməyə başlayıram. Görək nədən gəlir. Deyir ki, 2020-dən əvvəl yəni evdən işləmək bir işçi qüvvəsi üçün, qlobal bir işçi qüvvəsi üçün, kiçik bir faizi üçün nəzərdə tutulmuş bir lüks idi. Yəni, balaca bir evdən işləmək çox kiçik bir şey idi. Və deyir ki, lakin qlobal pandemiya bu şirkətlərin uzaqdan iş texnologiyalarını demək olar ki, artıq bu formata elədi. Yəni, bu pandemiya gəldi 2020-də. Ondan sonra artıq uzaqdan olan bir iş artıq demək olar ki, yəni hər bir sahədə oldu. Və bu, what became temporary, nəsə, temporary sözünü öyrənək, müvəqqəti. Yəni, müvəqqəti bir zərurət kimi başladı. Başladı. Amma artıq korporativ mədəniyyətdə böyük bir, əbədi bir şey kimi qaldı. Deməli, birinci abzasdan temanı başa düşdük ki, biz nədən danışırıq? 2020-dən əvvəl artıq belə bir şey yox idi. 2020-dən sonra isə bu format, yəni evdən işləmək yaxşılaşdı. Mən burada bir dənə nöqtəm var, bura qayıdacağım. İkinci abzası oxuyaq. Deyir ki, bir çox işçilər artıq bu çevikliyi, flexibility, çeviklikdə yadda saxlayın. Flexibility, yəni çevikliyi ənənəvi ofis imtiyazlarından üstün tutdu. Deyir ki, yəni prioritize, bu sözdə yadda saxlayın, essələrinizdə yazarsınız. Yəni bunu üstün tutdu. Burada bir boşluğum var, bundan ehtiyatlı olaq. Sonra deyir ki, this hybrid model, bu hibrid model hər iki dünyanın ən yaxşısı üçün, yəni bu both world, hər iki dünyada ən yaxşısını təqdim etməyi hədəflədi. Autonomy of the home and the collaboration of the office. Bu deyir ki, yəni neynədir? Evdəki muxtariyyəti də və işdəki əməkdaşlığı da gətirdi. Deməli, bu hibrid model, buradakı da yenə dediyim kimi, həmişə nəyə fikir verirsiniz? Nöqtədən sonra gələn cümlə, ilk cümləmizə baxırsınız.
Daha sonra isə keçirəm digər hissəmizə 37-ci boşluqda. Görək burada nə deyir? Managers are finding it difficult to maintain company culture and team cohesion. Deyir menecerlər, bu işçilər nadir hallarda üz-üzə gəldikdə bu şirkət mədəniyyəti və komanda birliyini qorumağın çətin olduğunu deyirdilər. Yəni bunlar üz-üzə gəndə dedilər ki, yəni bu komanda birliklərini qorumaq çox çətin bir haldır. Furthermore, üstəlik peşəkar və private have become increasing. Deyir ki, üstəlik peşəkar və şəxsi həyat arasında sərhədlər getdikcə bu boundary sərhədlər, bu arası, yəni işlə şəxsi həyat arasındakı sərhədlər get-gedə artıq buyurlaşmağa başlayırdı da, yəni dumanlaşırdı bir növ. Sonra burada bir dənə yenə bizim bir boşluğumuz var. Bu boşluqlara gələcək. Deyir ki, to combat this, bununla mübarizə aparmaq üçün bəzi ölkələr rated disconnect laws. Bəzi ölkələr işə götürənlərin iş saatlarından sonra işçilərlə əlaqə saxlamasını qadağa edən, yəni bir qanun yaratdılar ki, həmin, yəni məsələn işə götürən insanlarla iş saatından sonra işçilər arasında, yəni onları narahat eləməmək üçün rated disconnect qaydasını çıxartdılar. Sonra keçirəm deyə. The impact on urban geography is also profound. Deyir, şəhər coğrafiyasında bu təsir çox buna dərindir. Burada bir boşluğum var. As people no longer need to live near city centers for work. Deyir, insanlar artıq iş üçün şəhər mərkəzlərinə yaxın yaşamasına ehtiyac qalmadı. Yəni ki, şəhər mərkəzinə yaxın yaşasınlar, belə bir ehtiyac qalmır. Şəhər kənarına və yaxud kənd yerlərinə köçmək daha çox artır. Yəni deyir ki, kənd yerlərinə köçək. Whether this leads to the revitalization of the small towns or the decline of the major cities to remain to be seen. Yəni deyir ki, bunun kiçik şəhərlərin canlanmasına, böyük şəhərlərin tənəzzülə səbəb olacağı, yəni görək ki, bunu göstərəcək ki, whether qaydasını bir dənə mən qrammerdə salmışdım, keçən dəfə tələbələr bilmirdi bunu yazmağa. Whether nə mənaya gəlir? Görək deyir, bu arada oru görsəz orada bilin ki, whetherdir. Görək deyir, bu şəhərlərin, kiçik şəhərlərin canlanmasına mı, yoxsa böyük şəhərlərin tənəzzülünə səbəb olacaqmı? Yəni bu whether or mümini verir. İndi gedək, düzgün variantlara baxaq. Görək mənim düzgün variantımda hansı variantı daha çox ön plana çıxardacaq. Baxın dostlar, ilk öncə mən sizə bir şey deyim. Bu testi yazmaq üçün işarələrə fokuslanın həmişə. Bayaqları sizə dediyim kimi, bizim buram bir dənə silim ki, sizdən yəni tərcümə eləyəndə artıq problem yaranmasın. Aha, bəli. İndi gəlirəm burada nəyə? Həmişə nöqtənin, yəni boşluqdan sonraki ilk sözə və ilk cümləyə fokuslanın. Məsələn, baxın, 36-cı boşluqda fikir verin, burada bir işarə var. Nə deyir? This hybrid model. Bu this hybrid model, birinci baxın belə tapaq. This hybrid model mənə göstərdi ki, mənim bu cümləmdə hybrid modeldən danışmışıq. Yəni, birbaşa burada iş rejimindən söhbət gedib ki, mən burada this-lə işarə vermişəm. Aydın oldu. Məsələn, 35-ci boşluqda nə deyir? Deyir ki, before 2020, yəni 2020-dən əvvəl. Yəni, variantlarda keçmiş zaman olacaq deməli burada. Bax, bu işarələri birinci tutaq. Deməli, burada nə olacaq onda? Buralarda keçmiş zaman olacaq. Çünki before deyir. Yəni, burada was ya da idi olacaq. Sonra bir dənə də 38-də biraz işarəm var idi. 38-ci boşluqdan sonra isə, hani 38-im, deyir, bax, burada to combat this. Bu nə deməkdir? Yəni, bununla mübarizə aparmaq üçün. Bununla, yəni nə ilə? Bax, burada bir şey olmalıdır ki, nə ilə mübarizə aparmaq üçün? Yəni, deməli, burada mübarizə aparılası bir şey var. Bir problem var. Bəli, bu oldu mənim yəni bir növ cümlələrimdə ehtiyac yaratdığım açarlar. İndi isə gedirəm, biraz belə deyim sizə, cümlələrdə artıq yerinə qoymağa. Birinci 35-dən başlayıram. 35-ci boşluqda cavabımı baxaq. Görək nə ola bilər, keçmiş zamana aid olar.
Məncə are bu indiki zamanda da uyğunlaşmır. This often leads to burnout. Nə tez burnout-a gətirib çıxardır. Bu da indiki zamanda bu arada. Sonra keçirəm, digital nomads are now moving to countries with lower cost of living. Digitallıq deyir ki, ölkələrə doğru gedir daha aşağı kostla, maliyyətlə. It was often viewed, burada bir keçmişlik var. With suspicious by managers who feared a loss of productivity. İndi bu cümləni tərcümə edirəm. Deyirəm ki, nə deyir? Deyir D variantı. Menecerlər buna şübhə ilə yanaşır. Yəni deyir ki, loss of productivity məhsuldarlığın itkisidir. Yəni bu məhsuldarlığın itkisi kimi görünürdü menecerlər tərəfindən. Məncə çox qəşəng uyğunlaşar. Bir dənə fikir verin. Deyir ki, 2020-dən əvvəl evdən işləmək çox deyir, kiçik bir şey idi. Və menecerlər bunu məhsuldarlığın itkisi kimi görürdü. Halbuki qlobal pandemiya artıq burada bir katastrof yaratdı. Yəni bir tamamilə hər bir şeyi dəyişdi. Məncə bura D variantı çox qəşəng belə uyğunlaşdı. Niyə? Çünki söhbət before 2020-dən əvvəl bu uzaqdan işin çox nadir olduğunu göstərirdi və deyirdi ki, bəli, menecerlər bunu artıq belə deyir ki, belə bir şey ola bilməz. Yəni pis kimi göstərirdi. Amma indi isə bu şey yaxşı yaranmağa başladı. İndi bayaqları 36-da baxın, işarəm var idi, this hybrid model. Yəni bu hibrid model. Deməli, gələk görək hibrid modeldə bir dənə ifadə olsun da mənim variantımda. İndi bir dənə fikir verək. Hibrid model nə deməkdir hibrid? Hibrid maşınlar var, yəni benzin və tokla işləyən. Deməli bu hibrid model həm işdən, həm evdən işləsin də. Baxaq, Y variantını bir dənə oxuyun. Most large corporations, bir çox corporationlar, əməkdaşlıqlar indi icazə verir öz staflarına, heyətinə ki, həftədə ən azı 2 gün uzaqdan işləsin. 2 gün uzaqdan işləyirsə, 3 gün deməli ofisdən işləyir. Bu elə hibrid modeldir də. Baxın, bura ona görə Y variantı getir. Y variantı bura uyğunlaşanda sonra arxasına baxın. Bu hibrid model, this hybrid model aims to offer the best both worlds. Yəni hər iki dünya üçün çox yaxşı bir şeyə hədəflənib. Gördünüz nə qəşəng rahat tapdıq? Yəni mənim deməli nöqtədən sonraki hissəmə çox fokuslanmalıyam ki, mən o hissəni başa düşə bilim. İndi keçək 37-yə. Deyir ki, managers are finding it difficult to maintain company culture. Menecerlər çətin hesab edirdi ki, şirkətin mədəniyyətini qorusun da, yəni qoruyub saxlamağı çox çətin hesab edirdi. Görək nə var, nəyə çətin olacaq? Baxın, bu hissədə menecerlərimiz, yəni işçilərin çətinliklərindən danışır. İndi mən bu keçid prosesi və onun gətirdiyi idarə etmə çətinliyindən danışmağım üçün bir dənə F variantına baxaq, oxuyaq. Leading tech firms were the first to implement these changes on the global scale. Baxaq, high-rise office building in the major capitals are seeing record high vacancy rates. Yəni vakansiya verdi. Burada baxıram heç bir vakansiya yoxdur ki, menecerlər də bunu çətin idarə eləsin. Bu gətirdi burnout-a, tükənmişliyə. Deməli çox işləsin ki, tükənmişliyə gətirsin. Burada hələ oradan danışmır. Bu arada biz bu variantları çıxardaq ki, D variantını və Y variantını etmişik. Sonra C-də deyir ki, digital nomads are now moving to countries with lower cost of living. No, digitallıq deyir ki, indi ölkələrə gedir çox aşağı pulla, bu da danışılmır. Deyirik ki, leading tech firms, yəni aparıcı texnologiya firmaları were the first to implement these changes on global scale. Deyir, bu dəyişikliyi tətbiq etməsində ən birinci töhfə vermiş kimidir. Yəni bu aparıcı texnologiya firmaları. Sonra baxım görüm uyğunlaşırmı? Yəni bu dəyişiklikdən danışıram da. Burada bir dəyişiklik olmalıdır ki, menecerlər bunu idarə eləməyi çətinlik olsun. Elə ona görə də burada mənim variantım F olur. Deyir ki, texnologiya şirkətləri, firmaları bu qlobal dəyişikliyə başçılıq elədi. Menecerlər də bunu qoruyub saxlamağı çox çətin hesab elədilər. Əlavə olaraq, boundaries between deyir ki, iş və özəl həyatı arasındakı sərhədlər artıq artmağa başladı. İndi bununla müzakirədə dedik, burada deməli müzakirə eləməli bir şey var. Müzakirə eləməli bir şey, baxaq görək müzakirə F-də çıxartdıq, nə ola bilər müzakirə eləməli bir şey?
Müzakirə ola bilər ki, burada burnout bir problem yaransın. Görək uyğunlaşırmı? This often leads to burnout. Bu tez-tez tükənmişliyə gətirirdi ki, çünki işçilər özlərini 7-24 əl çatan hesab edirdilər. Baxın bura görək. Ay sağ ol. Nə idi problem? Problem o idi ki, iş və özəl həyat arasında bir sərhəd yox idi. Ona görə də işçilər nə edirdilər? Evə gedirdilər. Evə gedəndə müdirlər yenə onlardan əlaqə saxlaya bilirdilər. Və bunlarda nə yaranırdı? Burnout-a gətirib çıxardırdı. Burnout-u ilə müzakirə aparmaq üçün, mübarizə aparmaq üçün bəzi ölkələr belə bir şey yaratdılar, qanun yaratdılar ki, işdən sonra işçilərlə əlaqə saxlanılmasın. Çox qəşəng uyğunlaşdı, gördünüz? İşçidə burnout olur, tükənmişlik olur. Çünki onları işdən sonra da əlaqə saxlayırlar. Online idi axı. Saat 6-7 söhbəti yox idi. Zəng eləyirdi ki, tutaq ki, bu müştəriyə bax. Onun üçün də bəzi ölkələr belə bir qayda çıxartdı. İndi keçək 39-a. Burada artıq biz nədən danışırıq? Biz burada geografi, yəni artıq şəhərə deyirdik ki, bu uzaqdan iş var. Uzaqdan iş neynədir? Şəhərin yanında artıq saxlamağa, yəni şəhər mərkəzinə köçməyə gərək duymadı insanlar, ora köçsünlər. Bunun üçün də mən nə yazım? Şəhər coğrafiyasından danışmalıyam. Bir dənə bu beyni çıxardaq. Görək A və C-dən hansı uyğunlaşacaq? Bu arada burada 6 boşluq, 6 cümlə var. Hamısı yerinə qoyulur. Amma qəbulda necə olacaq? 5 boşluq, 6 cümlə. Yəni bir cümləniz artıqdır. İlk mətnimiz olaraq belə bir verdim ki, sizə rahat olsun. O biraz daha çətin olacaq. Nə mənada? Bir cümlə artıqdır. O ehtiyatlı qalacaq ki, o cümlə artıq düzgün artıq qalsın. İndi mən birinci, sonraki videolarda artıq onlara da fikir verəcəm ki, sizə rahat olsun. Tələbələrimizə necə eləyiriksə, sizə də elə eləyirəm ki, rahat olsun sizə də. 39-da indi bu coğrafi şəraitdən danışırsa, baxıram, nə deyir? High-rise office buildings, yəni yüksək qiymətli bu binalar, major capital, yəni əsas paytaxtlardakı olan şeylər çox deyir ki, nə hesab elənildi? Bu şəhər coğrafiyasını, yəni hündür mərtəbəli ofis binaları artıq boş qalmağa başladılar. Çünki insanlar evdən işlədilər axı. Evdən işlədilər, burada deməli yüksək mərtəbəli binalar, ofislər falan tikilib, bunlar boş qalmağa başladı. Görək uyğunlaşırmı A variantı? Əz sözünü bilək, çünki deməkdir, ehtiyatlı olun bundan. Çünki insanlar şəhərin yanında, deyir, binalar boş qalmağa başladı. Çünki insanlar artıq şəhər yanında yaşamağa meyil eləmədilər. Onlar dedilər ki, gedirəm mən başqa yerlərə, rural yerlərə gedirəm. Bura qaldı, qəşəng A variantı. İndi isə keçək digər variantımız qalıb hansı? C variantı hara qalıb? Digital nomads are now moving to countries with lower cost of living. Deyir ki, digital nomad, yəni rəqəmsal köçərilər, nomad köçərilər və onların daha ucuz ölkələrə köçməsi qlobal müstəqillik daşıyırdı artıq. Yəni ki, onlar daha ucuz yerlərə köçürdülər. Artıq çünki kəndlərə gəlirdilər. Burada da buranı qoyuram ki, ucuz yerlərə köçürdülər. Beləliklə deyir, biləcək ki, görək bu balaca şəhərlərin böyüməsinəmi, yoxsa böyük şəhərlərin artıq aradan çıxmasına mı gətirib çıxardacaq? Bu da oldu C variantı. Deməli, bu cümlədə, bu mətnlərimizdə biz nə edirik? İlk öncə mətni oxuyuruq, temanı başa düşürük, sonra sualları oxuyuruq, sonra da belə açar sözlərlə qoyuruq yerinə. Bu tamamilə hamısının tam puzzle'dır, amma bəzi yerlərdə isə 5 boşluq olacaq qəbulda, 6 cümlə olacaq, bir cümləniz də artıq qalacaq. Buradan ehtiyatlı olun, bir dənə sürüşdürmə eləsəz, hamısı səhv gedə bilər. Növbəti videolarda görüşərik. Sağ olun.